kimsə soruşanda mən cavab verə bilim ki, müqəddəs kitabı hər gün oxuyuram. Yəni bu məqsədlə oxumalı deyilik. Bu yaxşı məqsəd deyil. Biz müqəddəs kitabı hər gün başa düşə-düşə oxumalıyıq. Müəyyən vaxt ayırmalıyıq. Hələ bir cür eləyir bunu, düzdür? Müəyyən vaxt ayırırıq. O vaxt ərzində dünyada nə baş verir versin, bir Yehovadır, bir də bizik. Heç kim yoxdur. Dua elədik, açdıq müqəddəs kitabı, düşünə-düşünə, ya 5 ayə, ya nə bilim, bir fəsil, 2 fəsil, biz düşünə-düşünə oxuyuruq. Düşünə-düşünə. Və bu 10 dəqiqəmizə bizə heç nə mane olmamalıdır. 15 dəqiqə əgər oxuyuruqsa, düzdür? Düşünürük. Biz belə oxuyanda Yehovanın yüksək düşüncəsinə nail oluruq. Şəxsi mütaliə haqqında istəyərdim deyim. Biz müqəddəs kitabı bizə həftədə bir dəfə kimsə dərs keçib. Olub da bizim hamımıza, düzdür? Və müqəddəs kitabı həftədə bir dəfə keçiblərsə, biz sonra artıq müəyyən bilik toplayandan sonra, hansısa kitabı oxuyub qutarandan sonra biz artıq özümüz tək müqəddəs kitabı araşdırmağa davam edirik. Amma bu həftəlik araşdırma həmişə olmalıdır. Bəziləri ona dərs keçib qutarandan sonra dayandırırlar, o özü də dayandırır şəxsi mütaliəni. Amma biz belə olmalı deyilik. Hər həftə davam eləməliyik ki, şəxsi mütaliəmiz olsun. Bir kitabı qoyuruq qarşımıza, dua eləyirik, 40 dəqiqə, 1 saat, saat yarım, həftədə bir dəfə biz bu mütaliəni eləyirik, ən aşağısı. Həftədə bir dəfə bu şəxsi mütaliəni eləyəndə biz necə başlamışdıq ruhani inkişaf eləyirdik, bizə dərs keçirdilər. İndi bizə dərs keçmək lazımdır. Özümüz özümüzə dərs keçiririk, amma bunu həmişə eləyirik. Bu şəxsi mütaliə olmayanda, hər gün müqəddəs kitabı oxumaq olmayanda biz Yehovanın düşüncəsinə nail ola bilmirik. Və bilirsiniz, bəzən olur məsihilər deyirlər ki, mən müqəddəs kitabı hər gün oxuya bilmirəm, çatdırmıram. Əgər yığıncaqda bir neçə nəfər belə eləyirsə, bilirsiniz, bu nə ilə nəticələnir? İnsan birdən-birə Yehovadan uzaqlaşmır ki, insanın düşüncəsi Yehovanın düşüncəsindən uzaqlaşmağa başlayır. Və sonra həmin yığıncaqlarda da problem əskik olunur. Çünki o yığıncaqlarda problem müqəddəs kitab prinsipləri əsasında həll olunmur. Hərə öz baxışı ilə həll eləməyə çalışır məsələni. Və bu da biz hamımız baxışımız fərqlidir. Biz əgər fərqli baxışlarla məsələni həll eləməli olsaq, olacaq bu dünyadakı vəziyyət. Bu dünyada görürsünüz müharibələri. Hansı müharibə edən tərəf deyir ki, mən səhvəm. Mən prosta bilə-bilə səhv edirəm. Heç kim elə demir. Hamı düz sayır özünü. Baxın, bizdə belə şeylər başlayacaq. Ona görə müqəddəs kitabı sevmək əsl sülh gətirir. Biz dedik, birincisi Allah'ı sevmək, ikincisi başqalarını sevmək, üçüncüsü müqəddəs kitabı sevmək, Mətta 22-37-dən 40-a qədər əsl sülh gətirir. Əziz baş qardaşlar, yadımıza gəlir Əşya 11-6-dan 9-a qədər. Gəlin sonda bu ayələri oxuyaq. Gələcəkdə bizi necə